Burada Müşahid bəy, mən fikrə gedirəm. Burada baxın, amma bizim təhsilimizdə standart keçirilir axı. Səhvdir də o. Standart keçirmişəm. Mən bir sinifdə 30 dənə uşaq var. 30 dənə uşağın 30'u da eyni kitabdan oxumağa prosta məcburdur. Sadəcə məcburdurlar. Hə, düzdür. Bu birincisi indi elə yaxşı sual verdiniz, onu oraya gətirirəm. Biz dedik ki, hər bir insanın bir öyrənmə sistemi var. Görüntü, səs ya da kinestetik. Düzdür? İndi siz təsəvvür edin ki, fransız dilində danışan bir insana Azərbaycan dilində bir şey öyrətməyə çalışsanız, o nə edəcək? Onu başa düşməyəcək. Elə əzbərləyəcək, nə oxuduğunu heç anlamayacaq da. Bizim zaten məlum məsələdir ki, çoxumuz da bunu eləyirik zaten. Başa düşmədiyimiz İngilis dilini cəhd edib öyrənmək istəyənlər, öyrənə bilməyənlər misalıdır. O da var və yaxud elə bizim bu müqəddəs kitabların bir çoxlarını oxuyuruq, amma heç mənasını bilmədən oxuyuruq. Halbuki mənasını bilmək lazım. Allah onu göndərib ki, mənasını biləsən də, başa düşəsən. Doğru. Elə kör-köranı oxumaqla olmaz ki. Eyni şeydir də. Bir insan başa düşmədiyi bir şeyi elə habire onu əzbərlətməyə çalış, orada heç bir nəticə hasil olmayacaq. Biz də nə edirik təhsil sistemində? Biz hər bir insana eyni yanaşırıq. Halbuki elə deyil. Bir də insanların öyrənmə zamanı maraqlandıqları bir 4N qaydası dediyimiz bir şey var. Nə, niyə, necə, harda. Yəni insanlar öyrənmə zamanı bəzi insanlar daha çox informasiya almaq istəyirlər. Mən nə öyrənəcəm? Bəzi insanlar bunu niyə öyrənmək istədiyi ilə maraqlanır. Yəni niyə mən bunu öyrənirəm? Əslində çox doğrudur. Sual içində bir sual. Niyə oxuyum mən bunu? Mən nə öyrənirəm? Mən bunu niyə öyrənirəm? Mən bunu necə istifadə edəcəm? Bu mənim işimə harda yarayacaq, harda yaramayacaq və mən bunu necə işlədəcəm? Doğru. Bunu kəşf edən ilk dəfə olub 70-ci illərdə Amerikada Bernice McCarthy adında bir şəxs. Bernice McCarthy 70-ci illərdə Amerikada belə bir layihə irəli sürür. Bu 4 nə, niyə, necə, harda suallarına əsasən sinifdə təhsil alan uşaqlara verilən təlim-tədris metodikasını da müxtəlif qruplara bölür. Nələrlə maraqlanan insanlara daha çox informasiyanı çox verirlər, bol-bol. Çünki onlar zaten bunu harda işlədəcək, niyə öyrənir, özləri gedib onu tapacaqlar. Necələrlə maraqlananlara daha çox strategiya verilir. Necə mən bunu eləyəcəm? Strategiya ağırlıq verirlər, informasiyanı azaldırlar. Yön verir də sanki. Niyələrlə maraqlananlara səbəbləri verirlər daha çox. Və bu formada kateqoriyalara ayrılırlar. Baxırlar görək nə olur. Bu yaxşı uğurlu nəticələnir həqiqətən də. Sadəcə olaraq bunu bu formada kateqorizə eləmək çətin bir hal alır. Necə çətin bir hal alır? Sinifdə 30 uşaq var. Bunun biri bir cür öyrənir, başqa bir 5 nəfər, 10 nəfəri başqa cür öyrənir, bir 15-20 nəfər də başqa cür öyrənir. Ona görə onu tənzimləmək biraz çətin olur. Hər bir halda siz gərək birinə ağırlıq verdiyiniz zaman o biriləri kölgədə qalır. Ona görə də bunu dəyişdirib bu layihəni necə eləyirlər? Elə eləyirlər ki, bunun hamısı öyrətdikləri metodikanın içində olur. Yəni nə, niyəsi, nə üçün? Niyəsi, necəsi, hardası. Hamısı olur. Hamı da özünə düşən payı oradan götürür. Maraqlıdır. İndi bunu bu şəkildə eləsək, vizualı var, audiyalı var, kinestetiki var. Bizim təhsil sistemində baş verən problemlər nədən ibarətdir? Valideynlər nəyə görə? Valideyn olmasın, belə böyük yaş kateqoriyası olanlar olsun. Mən çünki az yaşlılardan daha çox məşğul olduğum insanlar böyük yaş kateqoriyası olub, həkimlər olub, hüquqşünaslar olub, həmişə gəliblər daimi. Adam dərsə girir, adi sürücülük kursu olsun, hüquq olsun, magistra hazırlaşmaq olsun, uzmanlığa hazırlaşmaq olsun. Elə bilir ki, potensialı zəifdir, aşağıdır. Halbuki elə deyil. Yanlış bir şəkildə öyrənir.